yerində durmayıb, ötən həftə ölkəmizdə baş tutan bütün tədbir və forumlarda iştirak edən aktiv maqlar. Həmçinin də bu tədbirlərdə iştirak edə bilməyib, nələr baş verdiyini öyrənmək istəyənlər. Günlərdir söhbəti gedən bu möhtəşəm Art Week haqda daha geniş, dolğun informasiya əldə eləmək istəyirsinizsə, bugünkü mağı qaçırmayın! Bugün biz yaradıcı və istedadlı gənclərin 2-ci Respublika toplantısından və orada baş verən bütün hadisələrdən danışacağıq. Ümumiyyətlə, ötən həftələri nəzər salsaq görərik ki, gənclərimiz çox aktiv və dinamik günlər yaşadılar. Ötən həftədən əlavə də çoxlu gənclərimiz var ki, gəncliklər üçün dayanmadan nələrsə eləməyə çalışırlar. Hansı ki, biz o macəra dolu gəncliyi qadir almağa sizə imkan yaratmışıq. Sadəcə olaraq o yaşadığınız macəranın foto şəklində belə bizə göndərib xəbər blokumuza düşmən şansı qazana bilərsiniz. Gəlin növbəti xəbər blokumuza baxaq. İzləyək. Noyabrın 26-30 tarixində Bakıda istedadlı və yaradıcı gənclərin 2-ci Respublika toplantısı keçirilir və biz də MAGI olaraq yenə də buradayıq. Burada daha sonra nələr baş verəcək, bizi izləməyə davam eləyin. Toplantı yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə keçirilirdi. Tədbirin proqramına əsasən toplantı çərçivəsində plenar iclaslar, yerli və dünya şöhrətli sənətkarların iştirakı ilə master klasslar, müxtəlif yaradıcılıq istiqamətləri üzrə festival, müsabiqə, sərgi, moda nümayişi, konsert proqramları daxil edilmişdi. Təəssüratlarımız çox gözəl. Xüsusilə də ki, yəni öz barəsində məlumat verən insanlar haqqında, yəni akademiyadan da tələbələr var idi. Çox xoş oldu bizim üçün. Belə tədbirlərin tez-tez keçirilməsini istəyərdim. Çünki çox şeylər öyrənirik. Nailiyyətlər qazanmağımıza bir yol açır həqiqətən də. Forum çərçivəsində Şərqin Safilarəni Türkan Şoray gənclərə aktyorluq sənəti üzrə ustad dərsi keçdi. Tədbir haqqında bir şəxsi fikrimi demək istərdim. Bu tip tədbirlər, misal üçün Robertina Loretti'dir, Türkan Şoray'dır, Alim Qasımov, bu tip öz sahəsində olan nəhənglər gəlib Azərbaycanın müxtəlif regionlarından olan eyni sahənin gənclərinə masterclass deməkləri, bunlar artıq həmin sahələrdə Azərbaycanın insan kapitalının çox böyük dərəcədə irəliləməsinə səbəb olur, inkişafına. Və eyni zamanda vətəndaş cəmiyyəti çox sürətlə inkişaf edir bu cəhətdən. Bu toplantıda müxtəlif bölgələrdən hər yaşda yaradıcı gənclər öz ixtisasları ilə bağlı biliklərini və təcrübələrini artırmaq məqsədi ilə iştirak edirdilər. Ağsu rayonundan gəlmişəm. 4 saylı tam orta məktəbin tələbəsi şagirdiyəm. Bədii qiraət şeir demək üzrə gəlmişəm. Və mən istəyərdim ki, mən Əminə Yusuf qızı kimi gözəl şeirlər söyləyim və bu forumda özümü təkmilləşdirim və bu forum bizim gənclərimizin gələcək uğurlarında böyük rol oynayırsın. Hal-hazırdakı dövrdə, tutaq ki, bir neçə il bundan öncə bu kiçik qurumlarda formalaşırdısa bu gənclərə dəstək, indi artıq böyük miqyasdadır. İndi mən belə düşünürəm, artıq bəlkə də 1 ildən, 2 ildən sonra bu artıq dünya çərçivəsində olacaq. Yəni bu gənclərə dəstək forumun şəbəkəsi daha da böyüyəcək. Hal-hazırda biz Amalə Pənahovanın ustad dərsindəyik və o burada gənclərlə öz aktyor sənətinin sirlərini bölüşür. 43 illik sənət fəaliyyəti dövründə 500-dən artıq obraz yaradan, həmçinin 12 televiziya və teatr tamaşasına quruluş verən aktrisadan gənclər maksimum dərəcədə bu sənətin sirlərini öyrənməyə çalışırdılar. Bugünkü müasir gənclərimiz mənə elə gəlir ki, çox xoşbəxtdirlər. Çünki onlar müstəqil Azərbaycanımızda yaşayırlar və öz yaradıcılıqlarını daha aşkar büruzə verə bilirlər. Bu baxımdan belə forumlar çox önəmlidir. Çünki dünyada məşhur olan sənətkarlarla görüşlər, onların keçirdiyi masterclasslar gənclərimizin yalnız və yalnız istedadlarının aşkar olmasına şərait yaradır. Forumun çərçivəsində baş verən bu hadisələr ilk 2 gün baş verirdi. Növbəti günlərdə baş verən maraqlı hadisələri qaçırmamaq üçün bizi izləməyə davam edin. Xəbər blokuna baxdıq və gəncliyimizdə baş verənlərdən xəbər tutduq. İndi isə qaydaq mövzumuza. Ötən həftələrdə gənclərimiz üçün bir çox tədbirlər keçirildi. O qədər tədbirlər keçirildi ki, yəni hər bir gənc hamısını iştirak eləməyə təbii ki, vaxt çatdırmırdı. Biz də MAGI heyəti olaraq onları işıqlandırdıq. Orada iştirak eləyə bilməyən gənclərimiz üçün onlardan xəbər tutmağa imkan yaratdıq. MAGI kollektivindən Leyla isə bu festivallarda, yəni ötən həftə keçirilən festivallarda iştirak eləyib və bunları kadr alıb. Gəlin həmin kadrlara baxaq. Baxaq.
İstedadlı və yaradıcı gənclərin 2-ci Respublika toplantısı çərçivəsində Start Gənclərin Beynəlxalq Film Festivalı da baş tutdu. Sayca 8-ci olan festivalda ümumilikdə 20 ölkədən 250-dən çox film tamaşaçılara nümayiş etdirildi. Start Gənclərin Beynəlxalq Film Festivalının keçirilməsində məqsəd tələbələrə məxsus filmlərin baxışını və müzakirəsini keçirmək, onlar arasında ən istedadlısını müəyyən etmək idi. Bu sahədə gənc müəlliflərə dövlət qayğısını artırmaq, onların fəaliyyətini stimullaşdırmaq və bu sahədə dünya praktikasında baş verən proseslərlə gəncləri tanış etmək də festivalın əsas prinsiplərindən biri idi. Bildiyiniz kimi, bugün artıq Start Gənclərin Beynəlxalq Film Festivalının sonuncu günüdür. Yəni, mükafatlandırma mərasimi birazdan başlayacaqdır və bizim beynəlxalq və yerli proqramı qiymətləndirən münsiflər heyəti artıq öz qərarlarını vermək üzrədirlər. Yaxın bir neçə dəqiqədən sonra artıq həmin nəticələri siz də görəcəksiniz və düşünürəm ki, Start Gənclərin Beynəlxalq Film Festivalı Azərbaycanda gənc kinematoqrafçıların inkişafı istiqamətində, onların inkişafına təsir baxımından çox önəmli bir layihədir. Festivalda 2 yerli və beynəlxalq müsabiqə proqramı olduğundan juri üzvləri də bu proqrama uyğun şəkildə seçilib. Yerli filmlərə cəmi 12 film təqdim olunmuşdu. Deyə bilmərəm ki, o filmlər hamısı yüksək səviyyədə idi və onlar belə deyək bir şedevrlər idi. Əlbəttə ki, bunlar gənc rejissorların, kino rejissorların çəkdikləri idi. Amma açığını desəm, mən daha yaxşısını gözləyirdim. Çünki bir ictimai vəkil statusu ilə, bir ictimaiyyətin nə gözlədiklərini qiymətləndirmə nöqteyi nəzərindən baxanda filmlərə ideya primitivliyi bəzən hiss olunurdu. Bəzi hallarda ümumiyyətlə gənclərin qarşıya qoyduqları, nə demək istədikləri axıra qədər bilinmirdi. Ona görə burada müəyyən çatışmayan cəhətlər var idi. Amma bütövlükdə festivalın bu miqyasını azaltmadı. Ona görə ki, festival məhz bu istiqamətləndirmə üçündür. Qafqazın ən böyük qısa metrajlı film yarışması olan Start Festivalının qalibləri nəhayət ki, bəlli oldu. Festivala təqdim edilən ekran əsərləri ən yaxşı bədii film, ən yaxşı sənədli film, ən yaxşı cizgi filmi, ən yaxşı eksperimental film nominasiyaları üzrə mükafat qazansalar da, jüri heç bir filmi ən yaxşı film adına layiq görmədi. Biz sizi yaradıcı gənclərlə tanış etməyə davam edirik, Maqlar. Bugün bizim 2 yaradıcı gəncimiz qonağımızdır. Onlar bu yaxınlarda Finlandiyadan, festivaldan qayıdıblar. Yəni bizə danışacaq çox sözləri var. Elə isə qarşılayaq Mag Esmira və Mag Seyran. Buyurun gənclər. Xoş gəlmişsiniz. İstəyərik ki, Maglar əvvəl sizi tanısınlar. Nə işlə məşğulsunuz? Mən ssenaristəm. İndi reklam agentliklərindən birində çalışıram. Seyran da rejissordur. Rejissoram, indi də rejissor kimi də çalışıram. Çox gözəl. Biz sizi az öncə təqdim edəndə də qeyd etdik ki, siz Finlandiyadan festivaldan qayıtmışsınız. Bu festival haqqında ümumiyyətlə məlumat verərdiniz. Niyə qatılmışdınız, necə qatılmışdınız? Neftin Adamı filmi ilə qatılmışdıq festivala. Film 3-4 aydır ki, tamamlanıb və artıq bir neçə festivala göndərilib və artıq iştirakçı da olub Sloveniyada, Norveçdə. Bu 3-cü festivalımız idi Finlandiyada. Bəs nailiyyətlər necə oldu? Sloveniya və Norvegiyadakı festivallar müsabiqəsiz idi. Sadəcə nümayiş olunacaqdı və nümayişdə olundu. Böyük auditoriya gördü filmlərimizi. Finlandiyada da nailiyyətimiz oldu. Orada 150-dən çox, 160 dəfə eləmirəmsə film iştirak edirdi 50 ölkədən, müxtəlif ölkələrdən və biz 6-lığa düşdük, nominant olduq və 6-lıqdan da Terranova Muzeyinin xüsusi diplomuna layiq görüldük. Çox gözəl, təbrik edirəm. Biz həm də eşitmişik ki, siz nişanlısınız. Necə tanış olmusunuz gənclər? Tanışdığımız yəni çox qısa müddət olub. 6 il biz eyni universitetdə təhsil almışıq. Çox qısa. Çox qısadır, bəli. 4 il bakalavr, 2 il magistratura oxumuşuq. Ondan sonra 2 ildir də, yəni 2-3 il eyni şirkətdə, televiziya şirkətində işləmişik. Ondan sonra həmin o televiziya şirkətindən sonra da
tanış olmuşuq. Nişanlanmağımız isə çox belə bu yaxınlarda olub, yəni bir aydır. Yenə təbrik edirik sizi. Sağ olun. Bəs sizin bu filminiz nə mövzudaydı? Film əslində sənədli filmdir. Yəni adından da göründü ki, Neftin adamıdır adlanır. Niyə Neftin adamı adlanır? Çünki filmin əsas qəhrəmanı, yəni bir qəhrəman var, baş qəhrəmanı rəssam Sabir Çopuroğludur. Onun özəlliyi ondan ibarətdir ki, o əsərlərini yağlı boya ilə deyil, neftlə işləyir. Yəni bu əslində Azərbaycan, nəinki Azərbaycanda, əslində dünyada birincidir və onun bu sahə üzrə patent də yəni artıq əldə edib. Yəni neftlə şəkil rəsm çəkmələrinə görə. Həqiqi mənada onun çox gözəl tabloları var neftlə. İlk baxışdan adama biraz qəribə gələ bilər, çünki monoton, eyni tonla, eyni rənglə hər hansı bir vizual görüntünü götürmək biraz çətin ola bilər, amma həqiqi mənada doğrudan da onun çox gözəl əsərləri, tabloları var. Mövzuları çox fərqlidir, çox gözəldir. Niyə Neftin adamı adını verdi? Əslində ilkin olaraq, yəni neftlə artıq bunu rəsm işləməyi, neftlə rəssam olaraq neftlə işləməyi sözsüz ki, maraqlıdır. Amma sonra məlum oldu ki, Sabir müəllim yəni yalnız bu xüsusiyyətinə görə deyil. Onun neftlə işlədiyi üçün müəyyən səhhətində problemlər yaranır. Neftlə işləyir. Yəni o yəni heç bir fırça ilə işləmir. Yəni yalnız əllə işləyir. Bu səbəbdən də onun səhhətində müəyyən problemlər yaranır. Allergiya bizdə müəyyən problemlər yaranır səhhətində. Və bunun da müalicəsi Azərbaycan, yəni neft ölkəsidir, amma bizim daha çox məşhur olan həm də bir naftalan neftimiz var. Hansı ki, yalnız müalicə üçün istifadə olunur və həkimlər Sabir müəllimə məhz həmin o neftdən müalicə olmağı tövsiyə edirlər. Nefti neftlə müalicə etmək. Belə deyək ki, o neftlə o xətər gəlir, neftlə o əsərlər yaradır, neftdən ona müəyyən qədər səhhətinə mənfi təsir edir və neftlə də müalicə alınır. Ona görə onun bütün həyatı neftdən asılı olduğu üçün biz o Sabir müəllimin Neftin adamı adlanır. Siz onu baş qəhrəman kimi qoymusunuz Sabir müəllim. Yəni filmin sənədli filmdir. Yəni film başdan ayağa Sabir müəllimin belə deyək yaradıcılığına və onun həyatına. Mən Finlandiyaya yenidən qayıtmaq istərdim. Mən eşitdiyimə görə siz ora gedəndə ümumiyyətlə yemək tapmamısınız yeməyə. Nə səbəbə? Yox, o biraz Seyran üçün problemdir. Onlar nə yeyirdilər ki, siz yeməmisiniz? Seyran sadəcə çörəyi çox xoşlayır. Orada da çeşid-çeşid çörəklər var idi. Sadəcə fıstıqlı, qara filan. Bizim öz burada Dəniz çörək, çörək yox idi. Seyran da onun üçün biraz darıxdı. Amma belə deyə bilmərik ki, acıqlandı. Amma ki, həqiqi mənada yeməklər o çeşid-çeşid yeməklər gəlir. Yaşayış səviyyəsinə görə çox yaxşı, yəni Avropada yəni seçilən ölkələrdən biri sayılır. Əhalinin yaşayış səviyyəsi həqiqətən də yüksəkdir. Sizin bu filmdən başqa nəsə başqa bir filmləriniz olub? Filmlərimiz olub. Seyranın ilk filmi bədii film, qısa metrajlı döyüntü filmidir. Və ikinci filmi, yəni ilk sənədli filmi Neftin adamı biraz filmidir. Özümdən bir 30 saniyə əlavə vaxt ayırım. Əslində mən 10 ildən çox da televiziya sahəsində çalışıram. Müxtəlif telelayihələrin həm belə deyək də prodüser başlı olmuşam, rejissor olmuşam, layihə rəhbəri olmuşam. 2012-ci ildən biz müəssisə bir təşkil elədik. O media production təhsil elədik özümüzə və film sahəsinə istiqamət götürdüm və artıq 2012-ci ildə Neftin adamı mənim ikinci filmimdir. Hər iki filmin, yəni ssenari müəllifi Esmira xanımdır. Birinci film qısa metrajlı bədii filmidir, döyüntü filmidir. İkinci filmimiz Neftin adamıdır. Amma Esmira xanımın film sahəsində təcrübəsi məndən qat-qat çoxdur. Çünki onun ssenarisi olduğu filmlər artıq bir neçə dəfə beynəlxalq festivallarda iştirak edib, bir neçə dəfə mükafatlar alıb. Hər halda bunu özü danışacaq. Nə gözəl, çox gözəl. Bizim Fariz Əhmədovla birgə Miras filmimiz var, sənədli filmimiz var. O artıq dünyanı gəzib və indi Mayak filmi, bədii qısa metrajlı film. O da indi festivallardadır, gəzir. Bəs mənə maraqlıdır, sizin filmlərinizdə yəni aktyorlar yəni rolu kim oynayır? Bizim öz aktyorlarımız yoxsa necə? Məsələn, Mayak filmində gənc aktyor Ertuğrul Kəmalov, çox sənətinə hörmət elədiyimiz Məmməd Səfa müəllim, Gülzar xanım, bu aktyorlar, Elşən müəllim, bu aktyorlar məsələn yer alıblar. Çox gözəl. Biz sizin yaradıcılığınıza yenə də qayıdacağıq, amma bizim Mayk Leylanın növbəti sujeti var. Gəlin ona baxaq, daha sonra yenə söhbətimizi davam etdirəcəyik. İstedadlı və yaradıcı gənclərin 2-ci Respublika toplantısı davam edir və biz forumun 3-cü günündəyik. Bugün biz Gənclərin Forumunun 3-cü günündəyik və Beynəlxalq Muğam Mərkəzində Alim Qasımovun ustad dərsindəyik. UNESCO-nun musiqi mükafatının sahibi, dünya şöhrətli xanəndə Alim Qasımov ustad dərsləri zamanı gənclərə bu sənətin sirlərini öyrətməyə çalışdı. Mən bir müəssir Azərbaycan gəncisi kimi
burada olmağımdan çox məmnunam. Onu deyə bilərəm ki, mən Ağdam Musiqi Kollecinin tələbəsiyəm və burada master klasslardan dərs alıram və inanıram ki, bu cür tədbirlər davam olacaq və bu ustad dərsləri bizə çox təfəvvür verəcək. Mən Lənkəran Tibb Kollecinin tələbəsiyəm. Özüm həkimliyi oxusam da musiqi həvəsim çoxdur. Bunun üçün bugünkü görüşdə Alim Qasımovla görüşümdə çox sevincliyəm. Xanəndənin dərsini maraqla dinləyən gənclər muğamın incəliklərinə vardıqca daha da zövq alırdılar. Elə muğam ustası da gənclərlə görüşündən məmnun idi. O bu cür tədbirlərin təşkil edilməsinin önəmli olduğunu söylədi. Bugünkü dərs ən çox cavanlara və yeniyetmə bu maraq göstərən xalq musiqisinə qulaq asmağa, həm kimisə səsi var, zümzüməsi varsa oxumağa çox lazımlı bir dərslərdir bunlar. Bizim mənəviyyətimizdir. Yəni bu mənəviyyəti biz qorumalıyıq, saxlamalıyıq və yüksək səviyyədə cavanlara aşılamalıyıq. Ölkəmizdə keçirilən ümumrespublika tədbirinin hər günü ötən gündən daha rəngarəng idi. Burada kino, teatr, rəqs, musiqi, ədəbiyyat, elm, təhsil, foto, moda istiqamətləri üzrə plenar iclaslar keçirilirdi. Mən Zaqataldan gəlmişəm, İsmail Abana, rəqs istiqaməti üzrə və burada olduğuma çox şadam. Belə bir gözəl festival tədbir keçirdikləri üçün təşəkkür edirəm hər kəsə. İstedadlı və yaradıcı gənclərin 2-ci Respublika toplantısının yekun mərasimi də baş tutdu. Əminliklə deyə bilərik ki, sonuncu möhtəşəm tədbirdə Respublikamızın müxtəlif bölgələrindən paytaxtımıza gələn yaradıcı gənclərin xatirinə silinməyəcək. Sujetimizi izlədik. Bütün yaradıcı gənclərimizə uğurlarımızı arzulayırıq buradan. Bəs gələcək filmləriniz, yəni hansı mövzudan ibarət ola bilər və yaxud da planlaşdırırsınız ümumiyyətlə filmlər çəkməyə gələcək? Əslində mövzular, yəni mən mövzu planlaşdırmıram ki, gələcəkdə hər hansı bir mövzuda film işləmək. Əlimizdə real olaraq bir bədii film, qısametrajlı bədii film ssenarisi var. Biz onun indi maliyyə tərəflərini, yəni problem var, onu gözləyirik və sənədli film ideyası deyək ki, var. Yəni ki, üzümüzə gələn ildə artıq planlaşdırılıb. Çünki filmin qəhrəmanı da artıq məlumdur, filmin təxminən planlaşdırılması da məlumdur. Yaz aylarında böyük ehtimalla əgər nəsə bir dəyişiklik olması biz o filmi başlayacağıq. Mən Esmiradan soruşmaq istəyirəm ki, ssenari yazarkən, yəni sizdə bu hardansa ideya gəlir ağlınıza, yoxsa kitablardan oxuduğunuz, yəni toplayıb bir yerə bir ideya yaradırsınız? Kitabdan ancaq nəzəriyyəni ssenariyə kömək olacaq. Amma mövzu ancaq həyatdan. Həyatdan. Öz həyatınızdan, yoxsa necə gördünüz? Yox, öz həyatım, təbii mən yazıramsa məndən gəlir nəsə, amma müşahidə çox vacib. Çox vacib. Bu bizim kəşfimiz deyil də, indi vurğuladınız, yəni müşahidə həqiqi mənada. Çünki müşahidə olmasa, bu əsas odur. Müşahidə olandan sonra adi küçə ilə gedəndə hər hansı bir detal görürük və bu artıq həmin o detal gələcəkdə böyük bir filmə çevrilmə ehtimalı çox böyükdür həmin. O da senaristlərin asılıdır. Hərçənd ki, filmdə həmişə senaristlər kölgədə qalır. Niyə? Məncə əsasən rejissorlar önə çəkilir. Yox, o da yəni əbəs yerə deyil. Çünki filmin bütün yükü rejissorun üzərində olur. Film pis olanda heç kəs demir ki, operatoru pis idi və yaxud senaristi pis idi. Hamı deyir ki, rejissor pis idi və yaxud heç aktyor da demirlər ki, aktyor pis idi. Deyirlər ki, rejissor pis idi. Əgər bu pisdə, bütün pislər rejissora aidsə, onda film yaxşı olanda deməli rejissor yaxşıdır. Yəni bu məncə ədalətlidir. Sizə uğurlar arzu edirik. Növbəti filmlərinizdə inşallah beynəlxalq arenada daha da çox uğurlar qazanarsa, Azərbaycan adını yüksəklərə qaldırır. Təşəkkürlər gəldiyiniz üçün. Mən bir haşiyə çıxın vurğuluyum ki, Finlandiya səfərinə bir daha qaydaq. Çünki artıq tez-tez gedib gəlirik. Finlandiya səfərində biz festival dəvət elədi, bizə sözsüz dəvət göndərdi və maliyyə xərcləri Azərbaycan və Finlandiya arasında məsafə kifayət qədər böyükdür. Festival müəyyən xərcləri üzərinə götürmüşdü. Bizim ora getmək xərcimiz, yəni böyük bir məbləğ, 2 nəfərin xərci var idi. Gənclər və İdman Nazirliyinə müraciət elədik, yəni fürsətdən istifadə ilə təşəkkür bildirmək istəyirik. Çünki biz onlara müraciət elədik məktubuna. Bir gün içərisində, çox sağ olsun, bir gün ərzində həm bizim viza problemimizi həll elədilər, çünki o qısa müddətdə vizanı almaq çox problem idi. Həm viza problemimizi həll elədilər, həm də bizim o yol xərclərində çox tezliklə həll elədilər. Buna görə də hər ikimizin adından təşəkkürümüzü bildiririk. Biz də həmçinin Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildiririk ki, bizim MAQ-ın da ərsəyə gəlməsində onların çox böyük rolu var. Təşəkkür edirik sizə. Həmçinin sizə çox böyük uğurlar arzulayırıq. Sağ olun. Hələlik.
Artıq həftəsindən əlavə, ötən həftələrdə ekologiya mövzusunda 2-ci Ümumrespublika Teatr Festivalı da keçirildi və həmin festivalı müxtəlif bölgələrimizdən də teatr truppalar gəlib iştirak eləmişdilər. Bizim Maq Aygün də həmin festivalı çəkib və sujet hazırlayıb. Gəlin sujeta baxaq, görək orada nələr baş verib. Bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ekologiya mövzusuna həsr olunmuş Gənclərin 2-ci Ümumrespublika Teatr Festivalının final mərhələsi keçirildi. Əvvəlcə onu deyək ki, festival Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin Azərbaycan-Amerika Alyansının dəstəyi ilə reallaşdı. Mərasim ötən ilin qalib gələn komandası Qatar Yaradıcılıq Qrupunun ekologiyaya həsr etdiyi etüdlə başladı. Təqdim olunan tamaşaların mövzusu ətraf mühitin və ekologiyanın mühafizəsinə həsr olunmuşdu. Festivalın ideya müəllifi və rəhbəri millət vəkili Jalə Əliyeva bildirdi ki, festivalın əsas məqsədi teatr sənətinin inkişafı ilə birgə gəncləri düşünməyə sövq etməkdir. Təbii ki, inkişaf olan yerdə gənclik də var. Biz də düşündük ki, gənclərə özümüz bildiyimiz kimi yardım edək və ona görə də 2 ildir ki, artıq ölkədə teatr festivalını keçirdirik. Gənclər də bu ideyadan ruhlanaraq, bu ideyanı tamaşalar şəklində insanlara çatdırmaq istədilər. Festivalda peşəkar həm də həvəskar gənc teatr kollektivləri arasında seçim aparılıb. Bakı, Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab teatr truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən artıq gənc qatılıb. Festivalın icraçı direktoru Ramil Ağasıyev festival üçün görülən işlərdən danışdı. Gənclərə bu cür şəraitlər yaradılmalıdır və biz də əlimizdən gələni eləyirik. Tamaşaların biri-birindən hamısı fərqlənir. Yəni hər bir gənc fərqli yanaşıb ekologiya deyiləndə, yəni kimsə ağac nəzərdə tutub, kimsə qloballaşma və s. və ilaxır. Komandalar ağacın səsi, müdaxilə, zibil düşüncə, oksigen balonu, su kürəsi, ekosit, tut, yaşıl qan, təbiətin qisası, 13 yaşlı qızın gündəliyi, bağbanın yuxusu, qoyun nəfəs alım adlı tamaşalarla çıxış etdilər. İştirakçılar keçirdikləri həyəcanı biz mayqlarla da bölüşdülər. Düzünü desəm həyəcan var, çünki güclü rəqiblərimiz də var. Ən azından həyəcan olmasa tamaşa alınmaz. Bizim ssenaridə xüsusi bir mövzu var. Deməli, bu nə zamansa insanların suyun içində, bir akvariumun içində yaşayacağından bəhs edir. Mən birinci dəfədir teatrda oynayıram və mənə oynamaq çox belə maraqlı gəlir. Ən azından biz gənclər öz həmyaşıdlarımıza ekologiya ilə bağlı bir sıra məsləhətlər vermiyor. Təbii ki, teatr bunun, necə deyim, ən belə rəngli, ən rəngarəng bir növüdür. Qeyd edək ki, festivalın qalibləri Ucar rayonu Mədəniyyət Evinin Zibilə düşdük tamaşası və Dünya bizim evimizdir himni oldu. Maq Aygün ötən həftə baş vermiş teatr festivalı haqqında müəyyən məlumatları verdi və qeyd etmək istəyirəm ki, həmin festivalın final mərhələsində mən də iştirak etmişdim və çox maraqlı keçmişdi. Qalibləri də buradan təbrik edirəm. Biz də həmin aktiv gəncləri təbrik edirik. Bizim isə qonaqlarımız var. Qonaqlarımız studiyamızda gördüyünüz bu musiqi alətlərinin sahibləridir. Bu həftənin özəlliyindən, kreativliyindən, genişliyindən bol-bol informasiyaları çatdırmış olduq. Amma studiyamızda qonaqlarımız var. Qarşılayaq Maqlarımız Sami və Əhməd. Buyurun. Buyurun gənclər. Maq Əhməd və Maq Sami. Xoş gəlmişsiniz Maqın studiyasına. Biraz özünüzü tanıdın uşaqlar. Nə ilə məşğulsunuz? Mən Əhməd Mustafayev. 2 ilə yaxındır professional musiqi ilə məşğul oluram. Bir çox yarışmaların qalibi olmuşam. Gitaraya da çox böyük həvəsim var. Özümü bu alətlə çox sərbəst hiss edirəm. Həm də müxtəlif müsabiqələrdə qalib olmuşam məlumat olaraq. Təşəkkürlər məlumata görə. Bəs sən Sami? Və o ses Türkiyədə də iştirak eləyir. Aha. Yox, seçilmədim, dönmədilər. Müəyyən problemlər yaşandı ki. İnşallah gələn müsabiqələrdə uğurlu çıxış eləyərsən. İnşallah. Sami, sən özünü tanıt. Sən nə ilə məşğulsan? Mən kajon ifaçısıyam. Gördüyünüz Fariz qardaşımız oturub üstündə kajondur. Alətin adı... Mən burada bir kutunun üstündə oturmuşam, amma əslində bu kutu deyil, bu bir alətdir. Alətdir. Afrikada yaranıb, Peruda inkişaf edib, amma ki, populyarlığı İspaniyada qazanıb. Təbii ki, gitaranın yanında elə bir ki, ürəyin yarısı kajondur. Hər İspan gitar ifaçısının yanında kajonu görmək olar. Azərbaycanda neçə ifaçıda bu Mən də onu sual vermək istəyirəm. Azərbaycanda 2 dənə professional kajon ifaçısı tanıyıram. Biri Mehrandır, dostumuzdur. Palmasda çalır, ifa eləyir.
Biri də ki Candır, türk oğlandır. Can həm zərb alətində ifa edir, həm də kajonda çox professionaldır. Yəni mən onu dinləyəndə özünü professional hesab edirsən sən kajonda? Onların yanında yox. Bir çoxları elə bilər ki, yəni mən niyə görə alətin üstündə oturmuşam? Yəni bu alət elə üstündə oturaraq çalınır. Ona görə yəni gələcək verirsən. Bu alətin dərsləri keçirilir hardasa, yəni musiqi dərsi. Bu alətin dərslərinin açığı heç yanda keçirilmir. Can indi Türkiyədən gəlmişdi deyə orada Türkiyədə keçirilir. O bilir bunu. Əslində mən də bu gitaranı mənə öyrədən olmadı. Mən birinci başlayanda. Neçə yaşında başlamısınız? 2 ildir mən gitara ilə məşğul oluram. 2 ildir. Amma onu deyərdim ki, əslində gitara mən başlayanda heç bir məlumatım yox idi. Hətta necə köklənir onu bilmirdim mən. Bəs başqa gələcək üçün nə kimi planların var? Yəni başqa yarışlara qatılmaq istəyirsən? İstəyirəm. Elə yarışmalar var ki, hal-hazırda istəyirəm qatılam, amma hələ hazır bilməm özümü. Məsələn hansılara? Məsələn deyək elə bizdə Eurovision yarışma müsabiqəsinin onu hazır bilmirəm hələ özümü. Bəs haçan hazır ola bilərsən? Yəni sən özün fikrincə? Birinci növbədə mahnı repertuarı güclü olmalıdır. Yəni səsinə uyğun mahnıları düzgün seçməlisən. Hansı janrda oxursan yeri gəlmişkən? Mən pop janrı daha çox sevirəm, funk oxuyuram. Bəs sən Sami, səsin yoxdur oxumağa, yoxsa ancaq alətlərdə ifa edə bilirsən? Yox, mən açığı səsim yoxdur deyəndə doğrudan səsimi heç bəyənmirəm, amma ki səs deyəndə söz yazıram, yəni bir çox müğənnilər var ki, bu dəqiq hitlər də onlar. O sözləri yazıram. Sözlər sənə məxsusdur. Bəs məsələn kajonda ifa etməyi sadəcə hobbi kimi yanaşırsan, yoxsa professional olaraq davam etdirmək istəyirsən? Davam etdirəcəm. Yəni ki, Azərbaycanda deyirəm, bu alətdə çalan 1-2 nəfərdə, o 1-2 nəfərini də istəyirəm ki, elə mənim də adım hələ çəkilsin ki, kajon deyəndə Sami deyilsin Azərbaycanda. Çox maraqlı. Bəs sənin təhsilin var bu üzrə, kajon? Kajon üzrə təhsilim yoxdur. Təhsilim yoxdur. Mən dediyim, Can dediyim oğlan var Türkiyədə. Həmin o oğlandan mən bilmədiyim dərsləri mən ondan keçirəm, mən ondan öyrənirəm. Yəni dərsi Candan alıram. Adətən verilişlərə qonaqlar, musiqili qonaq gələndə deyirlər ki, əli boş gəlməyiblər. Siz də əli boş gəlməmisiniz və bildiyim qədərilə nəsə hazırlamısınız. Təbii ki, biz də əli boş gəlməmişik. Fariz icazə versə, icazə istəyək, icazə istəyək. Biz sağollaşmalıyıq. Nə oxuyacaqsınız? Yəni ona haqqında məlumat verin. Dünya xitlərindən oxuyacağıq təbii ki. Oxuyacağam, o mahnının adını deməyəcəm. Təbii ki, mahnı çox adam tanıyır, çox insan tanıyır. Sürpriz qalsın yəni. Bəli, sürpriz qalsın. Onda deyək ki, bizim bugünlük efir vaxtımız sona çatır. Bizi mütləq izləyin, aktiv olun gənclər. Bugünlük isə bu qədər. Hələlik. Já tá tudo preparado, venga pregabón. Menina, fica à vontade, entre passa a festa. Me liga mais tarde, vou adorar com essa gata malega, bastante malada. Quero te dizer uma cena madrugada, dançar, rolar, até o sol raiar. Oh, gata malega, bastante malada. Quero te dizer uma cena madrugada, dançar, rolar, que hoje vai rolar. Oh, tchê, 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 tchê.
gün biz ümumiyyətlə hər şeydən danışacağıq. Sizə heç bir məlumat verə bilməyəcəm. Arqanı gördüm, arqana vuruldum. Bugünkü mövzumuz sərbəst olduğu kimi qonağımız da tam sərbəstdir. İstanbulda solo konsertim olacaq. Uşaqlar görün nə status yazıb Facebookda. Kimə həsr etdiyim onu heç vaxt demirəm. Əlini uzat, yox, əlimi